9-cu siniflər, hər vaxtınız xeyir. 16-cı sualın həllinə baxırıq. Verilib ki, AB üstü xətt plus BA üstü xətt bərabər 88 vurulsun A minus B. Şərtini ödəyən iki rəqəmli AB ədədini deyib tapın. İlk öncə bu ifadənin açılışını biz bilirik, düzdürmü? 10A üstə gəlinsin B. Üstə gəlinsin 10B, üstə gəlinsin A. Bərabərdir 88 A minus B. Və buradan A'ları 1 toplasaq, B'ləri 1 hesablasaq, 11A üzərinə gəlinsin 11B. Bərabərdir 88 A minus B. Buradan ortaq vuruq 11'i çıxartsanız A plus B bərabərdir 88 A minus B. Hər tərəfi bölsək 11'ə, A plus B bərabərdir 8 vurulsun A minus B. Artıq burada iş görə bilərik. Yenidən A plus B bərabərdir. Vurub atsanız 8 vurulsun A. 8A çıxılsın 8B. Deməli 8B-ni digər tərəfə keçirək, A-nı digər tərəfə. Olacaq deməli 9B bərabərdir 7A. Buradan B-nin qiyməti 7, A-nın qiyməti 9. A bərabərdir 9, B bərabərdir 7. Bizdən AB üstünə xətt. Bu iki rəqəm nədir soruşurdu? Cavab 97 olacaq.